Şüeyb tayfasının iman gətirməyi özlərinə sığışdırmayan əyanları, ey Şüeyb, ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacaq, ya da siz bizim dinimizə dönəcəksiniz, dedilər. Şüeyb belə cavab verdi: dininizə nifrət etdiyim halda beləmi bizi bu işə məcbur edəcəksiniz? Allah bizi sizin batil dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elmi ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı sən hökm verənlərin ən yaxşısısan. Şüeyb tayfasının kafir olan əyanları tabeliyində olanlara dedilər: əgər dininizi atıb Şüeybin ardınca getsəniz, şübhəsiz ki, çox böyük ziyana uğramış olarsınız. Elə bu zaman onları dəhşətli bir sarsıntı, yerdən zəlzələ, göydən tükürpərdici bir səs bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar. Bir göz qırpımında həlak oldular. Şüeybi yalançı adlandıranlar sanki orada evlərində heç bir şənlik içində yaşamamışdılar. Şüeybi təksib edənlərin özləri ziyana uğrayanlar oldular. Şüeyb onlardan üz döndərib dedi: ey cəmaatım, mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd nəsihət verdim. İndi kafir bir tayfadan ötürü necə yas tutun? Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini peyğəmbərləri tanımadıqları üçün bir müddət müsibətə və bəlaya saldıq ki, bəlkə günahlarını başa düşərək Allaha yalvarıb yaxarsınlar. Sonra sıxıntını, bəlanı, pisliyi firavanlıqla əvəz etdik. Beləliklə onlar artıq çoxaldılar və dedilər: atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi. Elə bu an onları özləri də bilmədən qəflətən əzabla yaxaladıq. Əgər o məmləkətlərin əhalisi iman gətirib pis əməllərdən çəkinsəydilər, sözsüz ki, göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq. Lakin onlar öz peyğəmbərlərini yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə məhv etdik. Məyər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? Yaxud o məmləkətlərin əhalisi Allahın onları dolaşdırıb bəla toruna salmayacağına, naz-nemət içində yaşadıqları halda qəflətən onlara əzab göndərməyəcəyinə əmin idilərmi? Allahın bu yolla dolaşdırıb bəla toruna salmayacağına, özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz. Yeryüzünün qədim sakinlərindən sonra ona varis olanlara, onların yerinə gələnlərə aydın olmadımı ki, əgər biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik və onlar da öyüd nəsihət eşitməzdilər. Ya Muhammed, o məmləkətlərin bəzi xəbərlərini sənə söylədik. Onların peyğəmbərləri aşkar möcüzələrlə gəlmişdilər. Həmin məmləkətlərin əhalisi əvvəlcə yalan hesab etdiklərinə, möcüzələrə, dəlillərə yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyir. Onların əksəriyyətində əhdə vəfa görmədik. Əksinə, onların əksəriyyətini Allahın itaətindən çıxmış, onun əmrlərini pozmuş günahkar kəslər gördük. Onlardan sonra Musanı möcüzələrimizlə Firona və onun əyanlarına peyğəmbər göndərdik.
Onlar həmin möcüzələri inkar etdilər. Bir gör, fəsad törədənlərin axırı necə oldu? Musa dedi, ey Firon, mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm. Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən bir möcüzə ilə gəlmişəm. İndi kölə etdiyin İsrail oğullarını mənimlə bərabər babalarının vətəni olan Şama göndər. Firon Musaya dedi, əgər möcüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər. Firon bunu deyən kimi, Musa əsasını yerə atdı və o dərhal hamının gözünə aşkar görünən bir əjdaha oldu. Sonra əlini qoltuğunun altından və ya cibindən çıxartdı və o bir anda baxanlara nur kəsildi. Firon tayfasının əyanları dedilər, şübhəsiz ki, bu çox bilikli bir sehirbazdır. O sizi yurdunuzdan çıxartmaq istəyir. Firon da, elə isə tədbiriniz nədir deyə soruşdu. Onlar dedilər, Musanı qardaşı Harun ilə birlikdə saxla və şəhərlərə sehirbazları yığan adamları göndər ki, nə qədər bilikli sehirbaz varsa, hamısını tutub gətirsinlər. Sehirbazlar Fironun yanına gəlib dedilər, əgər biz Musaya üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək. Firon, bəli, şübhəsiz ki, siz mənə ən yaxın adamlardan olacaqsınız deyə cavab verdi. Sehirbazlar dedilər, ya Musa, ya sən əvvəlcə əsanı yerə at, ya da biz əlimizdəkiləri ataq. Musa, siz atın, dedi. Onlar əllərindəki əsaları yerə atdıqda, adamların gözlərini sehirləyib, onları qorxutdular və böyük bir sehr göstərdilər. Biz də Musaya əsanı tulla deyə vəhiy etdik. Bir də baxıb gördülər ki, əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. Sehirbazlar orada məğlub edildilər və xar olaraq geri döndülər. Onlar hamı birlikdə səcdiyə qapanıb dedilər, biz iman gətirdik aləmlərin Rəbbinə, Musanın və Harunun Rəbbinə. Firon onlara dedi, mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz. Bu sizin Musa ilə birlikdə gördüyünüz işlər, şübhəsiz ki, əhalisini çıxartmaq, Qibtiləri qovub Misiri ələ keçirmək məqsədi ilə şəhərdə qurduğunuz gizli bir hilədir. Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı biləcəksiniz. Əl-ayağınızı çarpaz kəstirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyim. Sehirbazlar belə cavab verdilər. Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik. Bizi ölümlə qorxuda bilməzsən. Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz, bizə bolluca səbr əta et və bizi müsəlman olaraq öldür. Firon tayfasının əyan əşrəfi dedilər, Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan? Firon onlara belə cavab verdi. Biz onların oğullarını öldürəcək, qadınlarını isə bizə xidmət etmək üçün diri saxlayacağıq. Biz onlara mütləq qələbə çalacağıq. Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar. Musa öz tayfasına, Allahdan kömək diliyin və səbr edin. Yeryüzü Allahındır, bəndələrindən istədiyini onun varisi edər. Aqibət müttəqilərindir, dedi. Musaya iman gətirənlər dedilər, sən bizə Peyğəmbər gəlməmişdən əvvəl də
sonra da biz əziyyət çəkdik. Musa onlara belə cavab verdi. Bəlkə də Rəbbiniz düşməninizi məhv edib, sizi yeryüzünün varisləri edəcək. Sonra isə nə etdiyinizə, özünüzü necə apardığınıza baxacaq. Biz Firon əhlini illərlə qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar. Onlara bolluq qismət olduğu zaman, bu bizim haqqımızdır deyər. Bir pislik yüz verdikdə isə, bunu bir uğursuzluq, nəhslik kimi Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq Allahdandır. Lakin onların əksəriyyəti bunu bilməz. Firon tayfası Musaya dedi, sən bizi ofsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik. Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, əkinlərinə çəyirtkə və həşərat, evlərinə, yeməklərinə qurbağa və çeşmələrinə, kəhrizlərinə qan göndərdik. Onlar yenə də iman gətirməyi özlərinə sığışdırmayıb, kafir bir tayfa oldular. Onlara əzab gəldikdə dedilər, ya Musa, Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə istədikləri yerə göndərəcək. Elə ki, əzabı bir müddət onlardan götürdük, dərhal əhdi pozdular. Biz də ayələrimizi yalan hesab edib, onlardan qafil olduqları üçün Firon əhlindən intiqam alaraq onları dənizdə batırdıq. Zəif görünən o tayfanı yeryüzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə varis etdik. Müsibətlərə, fəlakətlərə səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər tam yerinə yetdi. Fironun və onun cəmaatının qurduqları imarətlər və ucaltdığı qəsrləri, kaşanələri isə viran qoydu. Biz İsrail oğullarını dənizdən keçirdik. Sonra onlar öz bütlərinə tapınan bir tayfiyə uğradılar. İsrail oğulları dedilər, ya Musa, bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəld. Musa belə cavab verdi, siz doğrudan da cahil bir tayfasız. Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puşdur. Musa yenə dedi, Allah sizi dövrünüzdəki bütün insanlardan üstün tutduğu halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi? Ey İsrail övladı! Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qutardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə özlərinə xidmət etmək üçün diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi. Musa ilə 30 gecə oruç tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız barədə vədələşdik. Sonra ona daha bir 10 gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam 40 gecə oldu. Musa qardaşı Haruna dedi, sən tayfam içində mənim xəlifəm ol, cəmaatı islah etməyə çalış və yer üzündə fitnə fəsad törədənlərin yolu ilə getmə. Musaya vəd etdiyimiz vaxt gəlib çatanda, Rəbbi onunla arada heç bir vasitə olmadan danışdı. Musa, ey Rəbbim, özünü, camalını mənə göstər, sənə baxım dedi. Allah, sən məni əsla görə bilməzsən, lakin bu dağa bax. Əgər o yerində dura bilsə, sən də məni görə bilərsən buyurdu. Rəbbi dağa təcəlli etdikdə, Allahın nuru dağa saçıldıqda onu parça-parça etdi. Musa da bayılıb düşdü. Aylandan sonra isə, sən pak və müqəddəssən,
bütün eyb və nöqsanlardan uzaqsan. Sənə bu işimdən ötürü tövbə etdim. Mən İsrail oğullarından səni görməyin mümkün olmadığına iman gətirənlərin birincisiyəm, dedi. Allah belə buyurdu. Ya Musa, mən öz risalətlərimlə Tövratın lövhələrini nazil etməklə və səninlə arada heç bir vasitə olmadan danışmağımla dövründəki bütün insanlardan səni seçib üstün tutdum. İndi sənə verdiyimi al və bu neymətlərə görə şükr edənlərdən ol. Biz onun üçün lövhələrdə hər şeydən, möizə və təfsilata dair hər şey yazdıq və belə buyurduq. Bundan möhkəm yavaş və ümmətinə də onun ən gözəl, savabı çox olan hökmlərindən yapışmağı, onlara əməl etməyi əmr et. Axirətdə sizə fasiqlərin yurdunu, cəhənnəmi göstərəcəyim. Yer üzündə haqsız yerə, layiq olmadıqları halda təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır. Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin bütün əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər. Tur dağına gedən Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən canlıymış kimi böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məyər buzovun onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? Bununla belə o buzova tapınıb özlərinə zülm eləyən oldular. Elə ki, peşmançılıqdan başları əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, əməllərindən çox məyus olub dedilər, əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacaq. Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi, məndən sonra mənə nə pis işlər gördünüz? Rəbbinizin əmrini tezləşdirməyimi istədiniz? Musa qəzəbindən əlindəki Tövrat lövhələrini yerə atdı. Qardaşının başından yapışıb özünə tərəf çəkməyə başladı. Harun dedi, ey anam oğlu, bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə. Məni zalimlərlə bərabər tutma. Musa dedi, ey Rəbbim, məni də, qardaşımı da bağışla. Bizi öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhimlisisən. Şübhəsiz ki, buzovu Tanrı qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar. Biz Allaha iftira yaxanları belə cəzalandırırıq. Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra onları bağışlayandır, rəhm edəndir. Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların bir nüsxəsində Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar deyə yazılmışdı. Musa bizim Sina dağında təyin etdiyimiz vaxt üçün öz tayfasından 70 mötəbər adam seçmişdi. Onları sarsıntı yaxalayıb ildırım vuranda Musa dedi, ey Rəbbim, əgər istəsəydin bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhv edəcəksən. Bu baş verən işlər sənin sınağından başqa bir şey deyildir. Sən bu sınaqla istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim hamimizsən, bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan. Bizə bu dünyada da yaxşılıq yaz. Dünyada yaxşı əməllər, axirətdə cənnət qismət elə.
Biz tövbə edib bağışlanmağımızı diləyərək sənə tərəf hüzuruna döndük. Allah buyurdu: İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdir. Onu Allahdan qorxub, pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacam. O kəslər ki, əllərindəki Tövratda və İncildə adını, vəsfini və əlamətlərini yazılmış gördükləri rəsula, ümmi, heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya Məkkəli Peyğəmbərə tabi olurlar. O Peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz, pak nemətləri halal, murdar, napak şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar, şəriətin çətin hökmlərini götürər. O Peyğəmbərə iman gətirən, yardım göstərən və onun Peyğəmbərliyi sayəsində endirilmiş nurun, Qur'anın ardınca gedənlər, məhz onlar nicat tapanlardır. Ya Muhammed, de, ey insanlar, mən Allahın sizin hamınıza göndərilmiş Peyğəmbəriyəm. O Allah ki, göylərin və yerin hökmü O'nundur. Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allaha, eləcə də onun sözlərinə inanan və ümmi Peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabi olun ki, doğru yol tapa biləsiz. Musa ümmət arasında bir dəstə vardı ki, onlar insanları haqq yola aparır və haqqı rəhbər tutaraq, onlar arasında ədalətlə hökm edirdilər. Biz İsrail oğullarını 12 qəbiliyə, ümmətə böldük. Cəmaatı Tih səhrasında Musadan içməyə su istədiyi zaman ona əsanı daşa vur deyə vəhy etdik. Əsanı daşa vuran kimi ondan 12 çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstünə kölgəli etdik. Onlara qüdrət halvası və bildirçin endirdik. Onlara, sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin dedik. Onlar naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə bizə deyil, ancaq özlərinə zülm edirdilər. Ya Muhammed, yadına sal ki, o zaman Yahudilərə belə deyilmişdi: bu şəhərdə, Qüdsdə sakin olun. Onun meyvələrindən istədiyiniz yerdə yeyin, bizi bağışla deyin və Beytül-Müqəddəsin qapısından səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı iş görənlərin mükafatını artıracağıq. Lakin İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə özlərinə zülm edənlər, onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə biz də onlara göydən əzab göndərdik. Ey Peyğəmbərim! O Yahudilərdən dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü balıq ovlamaqla Allahın əmrini pozub həddi aşırdılar. O vaxt şənbə günü işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün balıqlar hər tərəfdən suyun üzərində görünüb, dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları, günah işlətdikləri üçün biz onları belə imtihana çəkirdik. Dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından bir dəstə, Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfıya nə üçün öyüd nəsiyyət verirsiniz dediyi zaman, nəsiyyət verənlər onlara cavab olaraq, insanları yaxşı işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan, bu Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür.
Bəlkə onlar bu öyüd nəsihətdən nəticə çıxarıb, pis əməllərdən çəkinsinlər, dedilər. Onlar özlərinə verilən öyüdü unutduqları zaman, biz də onları pislikdən çəkindirənlərə nicat verdik. Zülm edənləri isə itaətdən çıxdıqları, günah işlətdikləri üçün şiddətli bir əzabla məhv etdik. Qadağan olunduqları işə saymazyana münasibət bəslədikləri vaxt onlara həqir meymunlar olun deyə əmr etdik. Ey Rəsulum! O zaman Rəbbin o yəhudilərə qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin günahkarlara tezliklə əzab verəndir. Sözsüz ki, o həm də tövbəkarları bağışlayandır, rəhm edəndir. Yəhudiləri yer üzündə ayrı-ayrı dəstələrə parçaladıq. İçərilərində əməli salih olanlar da, olmayanlar da var idi. Onları yaxşı yamanla imtihan etdik ki, bəlkə haqq yola dönsünlər. Onlardan sonra yerlərinə kitaba sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər, biz Allah tərəfindən bağışlanacağıq. Onlara bunun misli qədər daha bir haram gəlsəydi, onu da alardılar. Məyər Allaha dair yalnız haqqı demək barədə kitabda onlardan əhd alınmamışdı. Halbuki o kitabda olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz? Kitabdan möhkəm yapışanlar, vaxtlı-vaxtında lazımınca namaz qılanlar bilsinlər ki, biz əməli salihlərin mükafatını zayi etmirik. Bir zaman dağı yerindən qopardıb onların başı üstünə kölgəlik kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara, sizə verdiyimiz Tövratdan möhkəm yapışın. Orada olanları yada salın ki, bəlkə pis əməllərdən çəkinəsiz demişdik. Ey Peyğəmbərim! Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən gələcək nəsillərini çıxardıb, onları bir-birinə şahid tutaraq, mən sizin Rəbbiniz deyiləmmi soruşmuş. Onlar da, bəli, Rəbbimizsən deyə cavab vermişdilər. Belə bir şahidliyin səbəbi, qiyamət günü, biz bundan qafil idik və ya atalarımız daha əvvəl Allaha şərik qoşmuşdular. Biz isə onlardan sonra gələn bir nəsil idik. Məyər bizi batilə uyanların, haqq yolundan sapanların törətdikləri əməllərə görə məhv edəcəksən deməməniz üçündür. Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar bəlkə batildən haqqa, küfürdən imana dönələr. Ya Muhammed, onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə. O, ayələrimizi inkar edib imandan döndü. Şeytan onu özünə tabe etdi və o, haqq yolundan azanlardan oldu. Əgər biz istəsəydik, onu həmin ayələrlə ucaldardıq. Lakin o yerə, dünyaya meyl edib, nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənziyir ki, üstünə cumsan da dilini çıxardıb ləhliyər, cummasan da onun üçün heç bir fərqi yoxdur. Bu ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. Ey Peyğəmbərim! Bu əhvalatları söylə ki, bəlkə lazımınca düşünsünlər. Ayələrimizi yalan hesab edib, özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir. Allahın doğru yola yönəltdiyi kimsə doğru yoldadır. Onun haqq yolunda saptırdığı kimsələr isə ziyana uğrayanlardır. Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəmə daxil edəcəyik. Onların qəlbləri vardır, lakin onunla Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini anlamazlar. Onların gözləri vardır, lakin onunla
Allahın möcüzələrini görməzlər. Onların qulaqları vardır, lakin onunla öyüd nəsihət eşitməzlər. Onlar heyvan kimidirlər. Bəlkə də ondan daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır. Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar. Yaratdıqlarımız içərisində bir zümrədə vardır ki, onlar insanları haqq yola aparır. Haqqı rəhbər tutaraq, onlar arasında ədalətlə hökm edirlər. Ayələrimizi yalan hesab edənləri, hardan olduğunu özləri də bilmədən tədricən məhvə yaxınlaşdıracaq. Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da, naz-nemət içində yaşadıkları halda gözlənilmədən onları əzabla yaxalamağım da sözsüz ki, çox ağırdır. Məyər İslamı qəbul etməli olan kəslər düşünmürlərmi ki, onların yoldaşında, Peyğəmbərdə heç bir cünunluq, dəlilik, əsər əlaməti yoxdur. O ancaq kafirlərə Allahın əzabı gələcəyini açıq-aydın xəbər verib qorxudandır. Məyər onlar göylərin və yerin mülkünə, Allahın göylərdəki və yerdəki səltənətinə, qüdrətinə, Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq bu Qur'ana inanmadıqdan sonra hansı kəlama inanacaqlar? Allah kimi doğru yoldan saptırsa, ona yol göstərən olmaz. Allah onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar. Ya Muhammed, səndən qiyamət günü haqqında soruşarlar ki, nə vaxt qopacaq? De, o ancaq Rəbbimə məlumdur. Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə Allahdan qeyri bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr. Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar səndən israrla soruşarlar. De, o ancaq Allah dərgahında məlumdur. Lakin insanların əksəriyyəti bunu bilməz. De, mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, özüm üçün daha çox xeyir tədarük edərdim. Savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim. Və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı, pis əməlləri müqabilində Allahın əzabı ilə ancaq qorxudan və yaxşı əməlləri müqabilində isə cənnətlə müjdəliyənəm. Sizi tək bir nəfərdən, Adəmdən xəlq edən və onunla ünsiyyət etmək, sakit, rahat olmaq üçün özündən zövcəsi Həvvanı yaradan odur. Adəm zövcəsi ilə yaxınlıq etdikdə o, Həvva yüngül bir yüklə yükləndi. Hamilə oldu və bir müddət həmin yükü daşıdı, onunla oturub durdu. Həvva ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib, əgər bizə salih, sağlam, ağıllı, hər şeyi yerli yerində bir uşaq versən, bu nemətə görə sənə şükr edənlərdən olarıq, dedi. Allah onlara salih övlad verdikdə, Adəm və Həvvadan qeyri-valideynlər özlərinə verdiyi uşağın adı ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə ona qoşulan şəriklərdən ucadır. Onun heç bir şəriki yoxdur. Məyər bu Adəm övladı heç bir şey yaratmağa qadir olmayıb, özləri düzəltdiyi bütləri mi Allaha şərik qoşarlar? Halbuki bu bütlər nə onlara, nə də özlərinə bir kömək edə bilər. Siz onları doğru yola dəvət etsəniz, sizə tabi olmazlar. İstər onları dəvət edin, istər susun. Onlar üçün
heç bir əhəmiyyəti yoxdur. Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda doğrusunuzsa, o zaman çağırın onları, sizə cavab versinlər. Məyər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var? De, o zaman çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiləni qurun və mənə heç möhlət də verməyin. Şübhəsiz ki, mənim hamim kitabı nazil edən Allahdır. O, əməli salihlərə himayədarlıq edər. Sizin ondan başqa tapandıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər. Əgər siz o bütləri və ya müşrikləri sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. Ya Muhammed, sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər. Sən bağışlama yolunu tut. Yaxşı işləri görməyi əmr et və cahillərdən üz döndər. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman, onlar Allahın əzabını, lütfünü və mərhəmətini xatırlayıb düşünərlər və dərhal gözləri açılıb görən olarlar. Kafirlərin qardaşları olan şeytanlar öz qardaşlarını azğınlığa sürükləyər. Sonra da o kafirlər azğınlığa qurşanıb ondan əl çəkməzlər və ya şeytanların yaxalarından əl çəkməzlər. Ya Peyğəmbərim, sən onlara, Məkkə müşriklərinə bir ayə gətirmədiyin zaman, sənə ayə nazil olmayanda, məyər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin, deyə soruşarlar. De, mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabi oluram. Bu Qur'an Rəbbiniz tərəfindən göndərilmiş aşkar dəlillərdir. Həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir. Qur'an oxunan zaman onu dinləyin və susun ki, onun sayəsində sizə rəhm olunsun. Səhər axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma. Rəbbinin yanında olanlar, Allaha yaxın olan mələklər, ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub, şəninə təriflər deyər və ancaq ona səcdiyə qapanarlar. Ənfal, Qənimət surəsi Mədinədə nazil olmuşdur. 75 ayədir. 30-36-cı ayələr Məkkədə nazil edilmişdir. Bağışlayan və mehriban Allahın adıyla. Ya Peyğəmbərim, səndən müharibədə əldə edilmiş qənimətlər, onların kimə çatması haqqında soruşarlar. De, qənimətlər Allahın və Peyğəmbərnindir. Onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir. Buna görə də əgər həqiqi möminsinizsə, Allahdan qorxun. Aranızdakı münasibətləri düzəldin. Allaha və onun Peyğəmbərinə itaət edin.
Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə onun heybət və əzəmətindən ürəkləri qorxudan titriyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. Onlar ancaq öz Rəbbinə təvəkkül edər. Vaxtlı-vaxtında lazımınca namaz qılar və verdiyimiz ruzidən Allah yolunda sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları qiyamət günü bağışlanma və cənnətdə tükənməz, gözəl, minnətsiz ruzi gözləyir. Qənimətlərin bölüşdürülməsi üsulundan bəzilərinin narazı qalması, möminlərdən bir dəstənin xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq, cihad uğrunda öz evindən çıxartmasına bənzər. Bəzi möminlər, müsəlmanların sayca az, qüvvətcə zəif olduqları üçün Bədr müharibəsinə getməyi Peyğəmbər əleyhissalama məsləhət görməmiş, özləri də orada iştirak etmək istəməmişdilər. Lakin Peyğəmbər onların sözünə baxmayıb, yaxın əshabələri ilə vuruşa yollanmış və düşməni məğlub edərək xeyli qənimət əldə etmişdi. Qənimətin bölünməsi haqqında cürbəcür təkliflər irəli sürülmüş, nəhayət Peyğəmbər bu barədə öz fikrini demişdi. Bu fikir əvvəlcə bəzilərinin xoşuna gəlməmiş, sonra onun düzgünlüyü başa düşülüb, hamılıqla qəbul edilmişdi. Beləliklə, hər iki halda həm müharibəyə getməkdə, həm də qənimətlərin bölünməsi üsulunda Peyğəmbər əleyhissalamın haqlı olduğu sübuta yetmişdi. Gözləri baxa-baxa, ölmə sürüklənirlərmiş kimi haqq bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər. O zaman Allah sizə iki dəstədən birinin, Şamdan qaydan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qureyş əskərlərinin sizin olmasını vəd edirdi. Siz silahsız, qüvvətsiz karvanın sizin olmasını arzu edirdiniz. Allah isə öz sözləri ilə haqqı bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi. Allah bununla günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi. O zaman siz dua edərək Rəbbinizdən kömək diləyirdiniz. Allah, mən sizin imdadınıza bir-birinin ardınca gələn 1000 mələklə çataram deyə duanızı qəbul buyurmuşdu. Allah bu kömək isə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət, hikmət sahibidir. O vaxt Bədr vuruşunda öz tərəfindən, köməyindən arxayınlıq əlaməti olaraq Allah sizi xəfif bir uyğuya daldırmış, sizi çirkdən, pasdan təmizləmək və ya dəstəmaz almaq, şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi qələbiyə inamla doldurmaq və quma batmasın deyə ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı. Ya Peyğəmbərim, xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi. Mən də sizinliyəm. Möminlərə qüvvət verin. Mən kafirlərin ürəklərinə qorxu salacam. Onların boyunlarını vurun, bütün barmaqlarını, əl-ayaqlarını doğrayın. Bu, onların Allaha və onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha və onun Peyğəmbərinə qarşı çıxsa, bilsin ki, Allah ona şiddətli əzab verər. Hələ ki bunu, dünyadakı bu əzabı dadın. Kafirləri üstəlik
cəhənnəm əzabı da gözləyir. Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın. Düşməni aldatmaq məqsədi ilə yalandan özünü qaçan kimi göstərib, təkrar döyüş üçün bir tərəfə çəkilən və ya kömək məqsədi ilə müsəlmanlardan ibarət başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşməni arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir. Ora nə pis dönüş yeridir. Ey möminlər! Kafirləri siz öldürmədiniz, Allah öldürdü. Ya Peyğəmbərim, müharibədə düşmənlərə tərəf oxu atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri kafirlərə qarşı zəfər çalmaq üçün yaxşı bir imtihandan keçirdi. Allah hər şeyi eşidəndir, biləndir. Bu hadisələr bir həqiqətdir. Allah sözsüz ki, kafirlərin hiləsini zəiflədəndir. Ey müşriklər! Əgər siz Kəbənin örtüklərinə yapışıb dua edərək qələbə istəyirsinizsə, artıq sizə zəfər, möminlərin qələbəsi ilə Allahın əleyhinizə olan hökmü gəldi. Əgər küfürdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar müharibəyə qayıtsanız, biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi, Allahın bəlasını, əzabını dəf edə bilməz. Allah həqiqətən möminlərlədir. Ey iman gətirənlər! Allaha və onun Peyğəmbərinə itaət edin. Qur'anı, oradakı öyüd nəsihətləri eşitdiyiniz halda ondan üz döndərməyin. Eşitmədikləri, ürəkləri ilə təsdiq etmədikləri halda dilləri ilə eşitdik deyən münafiqlər kimi olmayın. Allah yanında yer üzündə gəzən canlıların ən pisi, haqqı dərk etməyən karlar və lallardır. Əgər Allah əzəldən onlarda bir xeyir olacağını bilsəydi, haqq sözü onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də haqdan inadla üç çevirərək dönüb gedərdilər. Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir haqqa dəvət etdiyi zaman, Allahın və onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər, insanın bütün varlığına hakim olar. Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da onun əlindədir və siz axırda onun hüzuruna cəm ediləcəksiniz. Sizdən təkcə zalimlərə toxunmayacaq pis əməllərin müqabilində hamıya üz verə biləcək bəladan qorxun. Bilin ki, Allah onun əmrlərini pozanlara şiddətli əzab verəndir. Ey möminlər! Xatırlayın ki, bir zaman siz yer üzündə az idiniz, zəif sayılırdınız. Buna görə də kafirlərin sizi ələ keçirməsindən qorxurdunuz. Belə bir vaxtda Allah sizə Mədinədə sığınacaq verdi. Bədirdə sizə köməklik göstərib müdafiə etdi və təmiz halal qənimətlərdən ruzi verdi ki, bəlkə şükr edəsiz. Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət etməyin. Allahın əmrlərinə, Peyğəmbərin şəriyyətinə, dini vəzifələrinizə sadiq olun. Bilin ki, mal dövlətiniz və övladınız sizin üçün Allah qarşısında ancaq bir imtihandır.
ən böyük mükafat isə məhz Allah yanındadır. Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla haqqı ayırt edən bir nur verər, dünyada və axirətdə çıxış yolu göstərər. Günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf, mərhəmət sahibidir. Ya Muhammed, yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da Məkkədən çıxardıb qovmaq üçün Darun Nədvədə sənə qarşı hilə qururdular. Allah da onların bu hiləsinə qarşı tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır. Ayələrimiz onlara oxunduğu zaman eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu qədimlərin əfsanələrindən başqa bir şey deyildir söyləyərlər. Bir zamanda, ya Allah, əgər bu Qur'an sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər demişdilər. Halbuki, sən onların arasında ola-ola, Allah sənə hörmət əlaməti olaraq, onlara əzab verən deyildir. Tövbə edib bağışlanmalarını diləyərkən də, Allah onlara əzab verməz. Lakin o müşriklər, Məscid-ül Həramın sahibləri və ya ona xidmət etməyə layiq olmadıqları halda, möminlərə onu təvaf etməyə mane olduqda, Allah nə üçün onlara əzab verməsin? Onun sahibləri və ya Allahın dostları yalnız Allahdan qorxub pis əməllərdən, küfrdən, şirkdən, bütpərəstlikdən çəkinənlərdir. Lakin o müşriklərin əksəriyyəti bunu bilməz. Onların Kəbənin yanındakı namazı, duaları, fit verib əl çalmaqdan başqa bir şey deyildir. Ey müşriklər! Etdiyiniz küfrə görə indi dadın əzabı. Küfr edənlər öz mallarını, insanları Allah yolundan döndərmək, İslamı qəbul etməyə mane olmaq üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra məqsədlərinə çata bilmədiklərinə görə peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər cəhənnəm tərəfə sürüklənəcəklər ki, Allah orada murdar kafiri pak mömindən ayırt etsin. Sonra murdarları bir-birinin üstünə yığıb, hamısını bir yerə toplasın və cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir. Ya Muhammed! Kafir olanlara de, əgər onlar öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə yaramaz işlərə, döyüşməyə qayıtsalar, əvvəlkilərin başına gələnlər, onların da başına gələr. Ey möminlər! Kafirlərlə o qədər döyüşün ki, yer üzündə bir fitnə qalmasın və din tam Allaha məxsus olsun. Əgər onlar öz küfrlərindən əl götürsələr, həqiqətən Allah onların etdikləri əməlləri görəndir. Əgər onlar sizdən üz döndərsələr, sizinlə ədavətə son qoymasalar, iman gətirməkdən, itaət etməkdən boyun qaçırsalar, bilin ki, Allah sizin havadarınızdır. O ən gözəl havadar, ən yaxşı imdada çatandır.